Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən Salə müəllimə ilə birlikdə 4-cü sinif Azərbaycan dili 1-ci hissə səhifə 51-dəki tapşırıqlara baxacağıq. Baxmamışdan qabaq uşaqlar kanala abunə olmağı, bəyənməyi unutmayaq və yazıb maraqlananlar üçün də demək istəyirəm ki, qeydiyyatçı 050 715 2041 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həftədə 3 dəfə yüksək möhtəşəm səviyyədə sual-cavab şəklində, izahla, PDF testlərlə keçirilir və hər həftə sonu isə sınaq yazılır və valideynlərə məlumat verilir. İndi isə gəlin dərsə qaydaq. 4A. Verilmiş sözləri sürmək feili ilə işlədərək söz birləşmələri düzəldin. Hər bir sözə uyğun gələn sualı müəyyən edin. Uşaqlar, yazılıb burada çox sürmək, düzdür? Çoxun sualı nədir? Nə qədər? Düzdür? Gətiririk, birləşdiririk nə qədərə? Nə qədər? Çox. Geri sürmək. Hara sürmək? Geri sürmək. Bu isə gəldi, birləşdi haraya? Sürətlə sürmək. Necə sürmək? Sürətlə sürmək. Yaxşı, axşam sürmək. Nə vaxt? Axşam sürmək, düzdür? Bu da gəldi, birləşdi, nə vaxtda? Hər birinin suallarını dəftərdə yanına yazarsınız. Zərf uşaqlar hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını bildirir və feilin yanında dayanır. Cəsarətlə danışmaq, irəli getmək, hərdən görüşmək, 1-ə 5 artırmaq və s. və ilaxır. B bəndi tapşırığına baxaq. Sual bildirən sözləri uyğun zərflərlə əvəz edib cümlələri köçürək. Gəlin baxaq. Əli baxdı. Uşaqlar necə baxdı Əli? Təəccüblə baxacaq da, düzdürmü? Əli təəccüblə baxdı. İlk hərfini yazıram ki, sizə rahat olsun. Əli təəccüblə baxdı. İkinci suala baxaq. Körpə yıxıldı. Necə yıxıldı uşaqlar? Körpə qəflətən yıxıldı. Düzdürmü? O nə vaxt sərgiyə getdi? O dünən sərgiyə getdi. Çünki fikir verin, d-d-d-d keçmiş zaman şəkilçisidir. O dünən sərgiyə getdi. Daha sonra 4-ə baxaq. İdmana birlikdə gedirik. Nə vaxt? Uşaqlar, həmişə. İki dost deyir ki, kiməsə məlumat verir. İdmana birlikdə gedirik. Həmişə birlikdə gedirik. Biz liftlə qalxdıq. Hara uşaqlar? Liftlə hara qalxırlar? Yuxarı qalxırlar da, düzdürmü? Yuxarı qalxdıq. Siz parkda bir qədər, sonuncu sözümüz, gözlədiniz. Oldu mu uşaqlar? İndi getdik tapşırıq C-yə. Aşağıdakı zərfləri cümlələrdə işlədin. Bax, qəhrəmancasına aid indi bir cümlə deyəcəm uşaqlar. Təbii ki, bu cümlələr nümunədir. Siz daha gözəlini, məndən də yaxşısını qura bilərsiniz. Qəhrəmancasına nə deyə bilərik? O qəhrəmancasına şəhid oldu deyə bilərik, düzdürmü? Burada da zərf kimi işlənəcək. İrəli sözünə deyə bilərik ki, o irəli qaçdı, düzdür? Yavaş sözünə deyə bilərik ki, qoca qadın pillələri yavaş çıxırdı. Yenə sözünə deyə bilərik, nə deyə bilərik uşaqlar? Deyə bilərik ki, o yenə gecikdi. Tənbəl şagirdə deyirlər, o yenə gecikdi. Sakitcə. Sakitcəyə nə deyə bilərik uşaqlar? Otağa sakitcə daxil oldu. Bayaq. Bayaq adi elə gündəlik istifadə elədiyimiz cümlə ola bilər. Məsələn, bayaq danışdıq, yadındadır. Gördünüz, burada da bu zərf kimi işləndi. Və yaxud da başda da verə bilərəm. Bu zaman zərfidir çünki. Bayaq səni məktəbdə gördüm. Nə vaxt? Bayaq. Burada da zaman zərfi kimi işlənib. Hər ikisində işlənib. Sadəcə öndə də vermək olar və feilin yanında da vermək olar. Fərq etməz. Və yaxud da deyə bilərik, bayaq danışdıq, yadındadır. Aşağıya nə deyək uşaqlar? Top aşağı düşdü. Düzdürmü? Dəfələrlə nə qura bilərik cümlə? Fikirləşin görək, dəfələrlə nə deyə bilərik? Məsələn, məsələnin həllini dəfələrlə izah etdim. Düzdür? Yenə gəldi, dayandı feilin yanında. İndi siz ürəyiniz nə istəsə onu qurub yazarsınız. Bunlar hamısı nümunə kimi deyilmişdi. Çıya baxaq. Hansı cümlədə xeyli sözü hərəkətin miqdarını bildirir? Süfrədə xeyli meyvə var və yaxud da Elvin bu səfər xeyli qaçdı. Uşaqlar, baxın, süfrədə xeyli meyvə var. Burada meyvənin sayını bildirir ki, qeyri-müəyyən miqdar sayıdır da, bilmirəm nə qədərdir. Amma deyirəm, xeyli meyvə var, düzdürmü? Deməli, burada həm də ismin yanında dayandığı üçün biz bunu götürəcəyik, say kimi işlənib, düzdürmü? Say kimi. Amma digər cümlədə Elvin bu səfər xeyli qaçdı. Hərəkətin tərzini bildirir. Elvinin qaçmağını bildirir ki, xeyli qaçdı da uşaq bu günlərim səhər-səhər. Demək ki, burada isə necə işləndi? Zərf kimi. İndi gəlin baxaq. Cümlədə bəzi ad, əlamət, say bildirən sözlər hərəkətə aid olduqda zərf hesab olunur. Məsələn, Günay gözəl oxudu. Yəni feilin yanında dayananda zərf hesab olunur. Sara gözəl don geyinmişdi. Burada sifətdir, çünki feilin yanında deyil axı, gözəl don, donun gözəlliyini başa salır da, sifətdir. Necə don? Gözəl don. Gəlin tapşırıq D-yə baxaq. Tapşırıq D-də isə həmin bu qaydaya əsaslanaraq deyir ki, hansı cümlələrdə fərqləndirilmiş sözlər zərfdir. Gəlin baxaq. 1-ə. Yaxşı oğulla fəxr edirlər. Necə oğulla uşaqlar? Yaxşı oğulla. Deməli bu nədir? Sifətdir. Arif imtahana yaxşı hazırlaşıb. Onun artıq hərəkətini bildirir ki, hərəkətin tərzini bildirir. Baxın, yaxşı hazırlaşıb. Özündən arxayındır ki, gedəcək, ən yüksək bal toplayacaq. Deməli burada həm də feilin yanında dayandığı üçün
Hərəkəti bildirdiyi üçün zərf götürürük. Gecə gündüzdən sərin olur. Gecə nədən sərin olur uşaqlar? Gündüzdən isim kimi işlənib də burada. Kəndə gecə çatdıq. Artıq gəncə çatdığımız zamanı bildirir bizə. Düzdürmü? Gecə çatıblar bunlar kəndə. Bizə xəbər verdiyi üçün artıq zərf kimi nə edəcəyik? Artıq zərf kimi götürəcəyik. Yəni mən bunu belə alım ki, qarışmasın aşağıdakına. Ay sağ ol. Belə uşaqlar bugünlük bu qədər. İzləmədə qalmağı unutmayın.